deyə qeyd edib. Baş nazirin sözlərinə görə təkliflər həm delimitasiya yanaşmaları, həm də işlərin davam etdirilməsinin təklif olunduğu sahələri əhatə eləyir. İlkin razılaşmaya əsasən tərəflər şimaldan cənuba doğru Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən İran sərhədinə doğru hərəkət etməyə planlaşdırırlar. Ermənistan tərəfi növbəti mərhələnin hansı sahədə başlana biləcəyini göstərib. Hörmətli tamaşaçılar, məsələ bu məsələ ilə də bağlı. Hal-hazırda canlı bağlantıda bizimlə birlikdə millət vəkili Azər Allahverənovdur. Azər müəllim, sabahınız xeyir olsun, xoş gördük sizi. Salam, hər vaxtınız xeyir. Azər müəllim, Ermənistan tərəfi yenə də sülh prosesini ləngidir, yenə də sülh prosesini uzadır. Siz bunu necə şərh eləyərdiniz? Yenə də Paşinyan öz, belə deyək, ampluasındadır. Gah sülhə hazıram deyir və gah da ləngidir. Biraz əvvəl də qeyd etdik, məhz bu konstitusiya məsələsində Paşinyanın çıxışı bir mənalı qarşılanmadı. Siz necə şərh eləyərdiniz? Buyurun, söz sizdədir. Təbii ki, bir mənalı şəkildə deyə bilərik ki, Paşinyan çalışır ki, müxtəlif tərəflərin maraqlarını cavab verə biləcək bir mövqe sərgiləsin. Müxtəlif tərəflər mən dedikdə tək vətəndaş müqaviləsi deməli partiyasını nəzərdə tutmuram. Eyni zamanda Ermənistanın siyasi elitasında və ümumiyyətlə siyasi establishmentdə və siyasi mühitində kifayət qədər müxtəlif ideoloji xətlər üzərində öz strategiyasını quran siyasi mərkəzlər var və bu mərkəzlər tək Ermənistanın daxilindəki olan deməli auditoriya işləmir və onunla əlaqəli deyil. Eyni zamanda kənardan da müxtəlif müdaxilələr var və təbii ki, Paşinyan çalışır ki, bu tərəflər arasında bir növ siyasi manyovrlar etməklə həm də Azərbaycan sülh gündəliyi ilə bağlı olan deməli məsələni Ermənistan cəmiyyətində daha çox geniş şəkildə təbliğ olunması və bəlkə də müəyyən mənada Ermənistan cəmiyyəti tərəfindən, yəni əhalisi tərəfindən ayrı-ayrı segmentlər üzrə qəbul edilməsi istiqamətində müəyyən bir fəaliyyətlər də göstərmiş olur. Çünki faktiki olaraq sizin bir qədər əvvəl səsləndirdiyiniz deməli fikirlər, onlar bilavasitə məhz Azərbaycanın sülh gündəliyinin əsas elementləridir. Hətta delimitasiya və demarkasiya məsələsinə də toxundunuz. Yenə də burada, yəni yadınızdadırsa, Ermənistanın tamamilə bir fərqli mövqeyi sərgiləmişdi. Bununla bağlı sərgilədiyinin bir şahidi olduq və xüsusilə də hətta belə bir fikir var idi ki, Qazax istiqamətində o təqribən 13 kilometrə yaxın olan bir ərazi delimitasiya və demarkasiya olunubsa, bu dəfə biz bu prosesi tamamilə başqa bir istiqamətdə başlayaq. Daha çox İrana yaxın olan, İran sərhədinə yaxın olan ərazilərdə, xüsusilə də Zəngilan qeyd olunmuşdu. Amma onda da yenə Azərbaycan qəti mövqe nümayiş etdirdi ki, bir mənalı şəkildə əgər bu proses Qazax istiqamətində başlayıbsa, Qazax istiqamətindən də üzü aşağı, yəni şimaldan cənuba doğru hərəkət etməlidir. Yəni xüsusilə də nəzər alsaq ki, burada bir prezident də var və burada da artıq o delimitasiya və demarkasiya prosesinin özünün ayrı-ayrı elementləri bu və digər formada burada təmin olunubsa ki, ən azından bəzi hallarda o Ermənistan tərəfinin narahatçılıqla dilə gətirdiyi bəzi məqamlar var idi, hansı ki, bu xüsusilə də Azərbaycan kəndləri ilə bağlı idi. Sonra Azərbaycanın silahlı qüvvələrinin yerləşdiyi ərazilərdə o daha çox strateji mövqelərdir. Çünki oranın üzərinə vizual müşahidələr aparmaq daha çox rahat idi və hətta erməni əhalisinin də buna bağlı bir narahatçılığı vardı. Yəni təsəvvürünüzə gətirin ki, belə bir deməli narahatçılıqlar fonunda belə əgər iki tərəf burada 13 kilometr yaxın olan ərazinin delimitasiya və demarkasiya olunmasına nail olubsa, elə bu prosesi buradan da başlamaq lazımdır. Xüsusilə də Azərbaycan, Gürcüstan, Ermənistanı kəsişdiyi bir ərazidən etibarən. Və nəticə etibarilə, yəni görsənən budur ki, Nikol Paşinyan o siyasi manevrlar etməklə çalışır ki, sülhə xidmət edə biləcək hansısa bir növ mövqeylər sərgiləsin. Amma biz hər zaman bir məsələni xüsusilə qeyd eləməli və yaddan çıxartmalı deyilik ki, Ermənistan tərəfi hər zaman dilə gətirdiyi deməli hansısa fikirləri praktiki olaraq reallaşdırmaqda
ya çətinlik çəkirlər, ya da həmin praktik olaraq onları reallaşdırmaq istəmirlər. Bunu da yenə qeyd etdiyim kimi müxtəlif səbəbləri var. Bu səbəblər də bilavasitə kənar müdaxilələr nəticəsində belə həmin bax o hərəkətlərə və ya həmin o dilə gətirdiyi mövqeləri praktik olaraq reallaşdırmamaq məcburiyyətini yaradır və ya reallaşdırmamaq kimi deməli hərəkətlərə yol vermiş olur Ermənistan tərəfi. Yenə də burada da siyasi manevra. İndi eyni zamanda bir məsələni də yaddan çıxartmaq. Cənab Prezident ADU Universitetində keçirilən son deməli forumda, beynəlxalq forumda, xüsusilə o yeni dünya nizamına doğru olan tədbirdə orada çox maraqlı bir fikirlər söylədi. Eyni zamanda bu fikirlər bilavasitə Ermənistanın bu kimi davranışları ilə bağlıdır. Məsələ bundadır ki, biz 30 ilə yaxın bir müddət ərzində təbii ki, Ermənistanın hər zaman hansı deməli insinuasiyalara, hansı deməli hərəkətlərə yol verdiyini şahidi olmuşuq və beynəlxalq ictimaiyyəti çaşdırmaq, beynəlxalq ictimaiyyəti fake məlumatı ötürmək, beynəlxalq təşkilatlar tərəfindən özünə rəğbət qazanmaq, hər zaman sanki belə deyək, uydurulmuş soyqırımı və digər məsələləri dilə gətirməklə faktiki olaraq ölkəmizin 5də 1 hissəsini işğal altında saxladığını arxa plana keçirməyə cəhd edirdi. Amma biz 44 günlük Vətən müharibəsindən sonra artıq yeni reallıqlar yaratdıq Cənubi Qafqaz bölgəsində. Ölkəmizin suverenliyi bütün onun ərazilərində bərpa olundu. Konstitusiya rejimi işğaldan azad olunmuş ərazilərdə də artıq üç rəngli bayrağın dalğalanması vasitəsilə də eyni zamanda öz təsdiqini tapmış oldu və nəticə etibarilə artıq Ermənistan başa düşür ki, güclə və ya başqa bax bu siyasi insinuasiya yollarından, siyasi manevrlar etməklə, yəni Azərbaycanla sülhə nail olmaq çox çətindir. Çünki ilk gündən Azərbaycan tərəfi öz sülh gündəliyini irəli aparır və sülh gündəliyini təqdim edib. Beynəlxalq ictimaiyyət üçün, beynəlxalq dünya üçün də bunun sülh gündəliyi açıqdır. Sadəcə olaraq sülhü yarada biləcək çox ciddi deməli tələblər var ortada, masa üzərində və Ermənistan tərəfinin ortalığa atdıqları narrativlər faktiki olaraq deməli həmin o tələblərin icrasını mümkünsüz edir və bu narrativlər nə ilə bağlıdır? Narrativlər onunla bağlıdır ki, hər zaman sanki Azərbaycan deməli müxtəlif mövzuları dilə gətirməklə Ermənistan dövlətçiliyinə, suverenliyinə müəyyən bir təhlükələr yaratmış olur. Amma bu baxımdan təbii ki, biz hər zaman çalışırıq ki, Ermənistan tərəfinin dilə gətirdiyi məsələyə, xüsusilə də əgər bu pozitiv mesajlardırsa və Cənab Prezident qeyd elədiyi kimi Ermənistandan zaman-zaman pozitiv mesajlar gəlir. Amma biz bunu pozitiv mesaj olaraq təbii ki, dəyərləndiririk. Amma olduqca vacib məsələ real olaraq Ermənistanın atacağı addımlardır və bu addımlar nədən ibarətdir? İndi dilə növbəti bir deməli məsələ gətirildi. Siz qeyd etdiyiniz kimi ki, delimitasiya və demarkasiya ilə bağlı bir deməli məsələni təklif olaraq Azərbaycan tərəfinə göndəriblər. İndi sanki bax yeni bir informasiya burulğanı yaradırlar bir mövzu ətrafında. Bu da ki, delimitasiya, demarkasiyadır və çalışırlar ki, Azərbaycanın diqqətini konstitusiyadakı ediləcək dəyişiklik məsələsindən yayındırsınlar və yeri gəlmişkən tək konstitusiyada dəyişiklik məsələsi deyil. Azərbaycanın şərtləri orada ikinci bir məqamdır. Cənab Prezident qeyd elədiyi kimi bu ATƏT Minsk qrupunun buraxılmasına dair birgə müraciətin edilməsi məsələsidir. Nədənsə bugün o məsələyə toxunmurlar. Hərçənd ki, hesab edirlər ki, burada da Ermənistan mövqeyi bəllidir və Ermənistan rahat buna gedə bilər. Bir şərtlə ki, Paşinyan da açıqlamalarında qeyd elədi ki, əgər biz Ermənistan deməli Dağlıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul ediriksə, onda biz bunu etməliyik. İndi sual yaranır ki, bu nə deməkdir qəbul edirik? Bu məsələ zaten qəbul olunubdur. Sadəcə olaraq növbəti addım atmaq lazımdır və bu addım birgə müraciətdə öz əksini tapmalıdır. Aydındır. Təşəkkür edirəm Azər müəllim, minnətdaram, çox sağ olun. Və tamaşaçılara qeyd etmək istəyirəm ki, millət vəkili Azər Allahverənov idi bizimlə canlı bağlantıda. Ermənistanın sülh prosesinin ləngitməsi məsələsini belə deyək, şərh etdik. Davam edirik.